İşığın sınma qanunu tam daxili qayıtma ilə davam edirik. Birinci sual. Sınma bucağı 40 dərəcə. Sınan şua ilə qayıdan şua arasındakı bucaq 80 dərəcədir. Düşmə bucağını hesablayın. Deməli, şəkil çəkək. İki mühit ayıran sərhəd, perpendikulyar, düşən şua və sınan şua. Bizə deyir ki, sınma bucağı 40 dərəcədir. Gəlin sınma bucağını göstərək. Bax, sınma bucağı budur. 40 dərəcə yazıram. Deyir ki, sınan və qayıdan şualar arasındakı bucaq, sınan və qayıdan. Gəlin onda bir qayıdan şua da çəkək. Bu qayıdan şua. Sınanla qayıdan şua arasındakı bucaq isə 80 dərəcədir. Düşmə bucağını hesablayın. Deməli, bura 40, bura 80, 120. Onda bura nə qədər düşür? 60 dərəcə. Qayıtma bucağı 60 dərəcədirsə, deməli, düşmə bucağı da nə qədər imiş? 60 dərəcə imiş. Vəssalam. Cavab olacaq A. Növbəti suala keçirik. Üçüncü sual. Üçüncü suala baxaq. Deyir, işıq şüası əvvəlki yayılma istiqamətindən meyl bucağını hesablayın. Deməli, əgər bu işıq şüası sınmasaydı, bax bu şəkildə, bu istiqamətdə belə gedəcəkdi. Və deməli, burada 45 dərəcə olacaqdı, amma deməli, bura 45 dərəcə olacaqdı, burada 45. 45 dərəcə olmayıb, 30 dərəcə olubsa, deməli, şua nə qədər perpendikulyara doğru meyl edib? Şuanın özü bu idi, amma meyl istiqaməti budur. Deməli, 15 dərəcə meyl edib. Yəni, D variantı. 5-ci sual. İşıq şüası birinci mühitdən ikinci mühitə keçəndə yayılma sürəti 250 megametr böl saniyədən 125 megametr böl saniyəyə qədər azalarsa, ikinci mühitin birinci mühitə nəzərən nisbi sındırma əmsalını soruşur. Deməli, düstur seçirik. Demək, N2-1, yəni ikinci mühitin birinci mühitə nəzərən sındırma əmsalı N2-1 bərabərdir. N2 böl N1. N də C böl V düsturuna görə N də V ilə tərs asılıdır. Yəni, V1 böl V2. Bizdən ikinci mühitin birinci mühitə nəzərən sındırma əmsalını soruşursa, birincinin sürətini ikinci sürətinə bölmək lazımdır. Yəni, 250-ni bölürük 125-ə. Bu da eləyəcək 2. Cavab C. Növbəti sual. 7-ci sual şifahi sualdır. Mühitin mütləq sındırma əmsalı hansı düsturla təyin olunur? N bərabər C böl V C-dəndir. Sonra 9-a keçirik. 9. Mühitin sındırma əmsalı hansı ifadə ilə təyin olunur? Burada tam daxili qayıtma limit bucağının düsturuna istifadə olunur. N də 1. N də bərabərdir. 1 bölünsün sinus alfa 0. Yəni B bəndi. 9B. Gəldik 11-ə. İşıq şüası sındırma əmsalı 1.8 olan mühitdən ikinci mühitə keçir. İkinci mühitin sındırma əmsalının hansı qiymətində sərhəddə tam daxili qayıtma baş verəcək? Sinus alfa 0 bərabərdir 1 böl N düsturundan istifadə etsək, tam daxili qayıtma necə baş verə bilər? İşıq şüası bilirik ki, sındırma əmsalı böyük olan mühitdən kiçik olan mühitə keçəndə perpendikulyardan uzaqlaşır. Bizdə də tam daxili qayıtma üçün perpendikulyardan uzaqlaşmalıdır. Yəni, sındırma əmsalı böyük mühitdən kiçiyə keçməlidir. Kiçik mühitə keçməlidir. İndi bu da sındırma əmsalı 1.8 olan mühitdən ikinci mühit. İkinci mühit deməli bundan sındırma əmsalına görə kiçik olmalıdır. 1.8-dən kiçik burada yalnız 1.5, yəni A bəndi olacaq. Sonra 11A. Gəldik 13-ə. İşıq sındırma əmsalı 1.6 olan mühitdən N1 bərabərdir 1.6, N2 bərabərdir 2.4 olan mühitə keçir. Və bu zaman sürəti soruşur. Demək ki, N ilə V tərs asılıdır. Sürət 1.6-dan 2.4-ə dəyişib. Yəni, neçə dəfə artıb sürət? 2.4-ü bölün 1.6-ya bərabərdir. İxtisar eləyək. 8-i ixtisar eləsəz, yəni 24 ilə 16-nı 8-i ixtisar eləsəz 3 böl 2 qalacaq. Burada 1.5. Sürət neynədir? V 1.5 dəfə artır. Onda sındırma əmsalı necə? Daha doğrusu, sındırma əmsalı 1.5 dəfə artdı. N deyir burada sındırma əmsalı. 1.5 dəfə artdısa sürət nə eləməlidir? 1.5 dəfə azalmalıdır. B bəndi. Sonra
15. İşıq vakuumdan, həmişə vakuumdan deyəndə sındırma misalını 1 götürün birinci mühit üçün. Sındırma misalı n2 bərabərdir 1.6 mühitə keçdikdə sürəti necə dəyişir? Sındırma misalı 1 idi, 1.6 oldu. Yəni sındırma misalı 1.6 dəfə artdı. Bu zaman sürət nə etməlidir? 1.6 dəfə azalmalıdır. Çünki tərs asılıdırlar. Yəni D-bənd. 17. İşıq sındırma misalı deməli 1.2 olan şəffaf mühitdə işığın yayılma sürəti nə qədərdir? Mütləq sındırma misalı 1.2 olan mühitdə işığın yayılma sürətini soruşuruq. V bərabərdir C bölü N düsturundan istifadə edirik. 3 vur 18-i bölürük 1.2-yə. 3 ilə 1.2 ixtisar geçsin. Deməli neçəyə? Elə 3-ün özünə 1, aşağıda qalsın 0.4. 10-8-dən 1 onluq götürsəm 10. Deməli, bunu 10 böl elə deyə bilərik də 10 böl 4. 10 vur 18 bölünsün 4 kimi. 10 da 4-ə bölündə 2 onda 5 A bəndi. 2 onda 5, 10-8. Bu şəkildə. Növbəti 17-ci sual. 17-yə baxdıq daha doğrusu 19. Deyir ki, 2 mühit sərhədinə düşən işığın qayıdan və sınan şüaları göstərilmişdir. Düşən işığın qayıdan və sınan şüaları göstərilmişdir. Sınma bucağını tapın. Sınma bucağı sınan şüa ilə, bu sınan şüadır. Sınan şüa ilə perpendikulyar. Bu da perpendikulyar. Bax, qırıq-qırıq xətlə göstərilən perpendikulyar. Arasında qalan bucaqdır. Ona görə də 5 olacaq A bəndi. 19 A. 21-ci suala baxaq. 2 mühiti ayıran sərhəddə şüa düşərkən düşmə bucağının müəyyən alfa qiymətində düşmə bucağı sinusun, sınma bucağı sinusun olan nisbəti n-ə bərabərdir. Deməli, yazırıq sinus alfa böl sinus beta bərabərdir n. Deyir ki, düşmə bucağını 2 dəfə artırsaq, sındırma misalı, bu nisbət nəyə bərabər olar? İkinci mühitin birinci mühitə nəzərən sındırma misalını soruşur. Biz bilirik ki, sındırma misalı düşmə bucağından və ya sınma bucağından asılı deyil. 2 mühit üçün sabit kəmiyyətdir, mühitin xassəsindən asılıdır. Ona görə də elə B variantı qalacaq. N dəyişməyəcək yəni. Sonra 23. 23-də deməli hava maye sərhədinə 60 dərəcəli bucaq altında düşən işıq şüası mayedə kökdə 2 böl 3 S sürətlə yayılır. İşığın sınma bucağının sinusunu soruşur. Sinus beta yazaq. Sınma bucağının sinusuna. Sinus beta bərabərdir sual. Deməli, hava maye sərhədinə 60 dərəcəli bucaq altına düşən işıq şüası mayedə kökdə 2 böl 3 S sürətlə yayılır. İşığın sınma bucağının sinusunu soruşur. Deməli, biz bilirik ki, sinus alfa böl sinus beta bərabərdir N2 böl N1. İkinci mühitin birinci mühitə sındırma misalı və yaxud da ki, N də deyə bilərik və ya C böl V. Və bu düsturlardan çıxaq yola. Hava maye sərhədinə 60 dərəcəli bucaq altına düşür. Yəni, düşmə bucağını 60 dərəcə götürək. Sinus 60 dərəcə bölünsün. Bizdən sınma bucağı elə sinus betadan soruşur. Bərabərdir. C bölünsün. V-nin əvəzinə kökdə 2 böl, kök altda 2 böl 3 C. C-lər gedir və burada alınan ifadə yazıram. Sinus 60 dərəcədə kök altda 3 bölünsün 2 sinus beta yaza bilərik. O da bərabərdir. Bu 3 qalxır yuxarı. Kök altda 3 bölünsün kökdə 2. Belə ayırıram. Kök altı 3'lər gedir. Buradan alınır ki, sinus beta bərabərdir kökdə 2-yə. Və buradan da alınır ki, sinus beta bərabərdir kök altı 2 böl 2-yə. Beta da bərabərdir. Sinus neçə dərəcədə kökdə 2 böl 2 alır? 45 dərəcədə. Yəni bizə heç bucaq lazım deyildi cavabda. Elə kök altı 2 böl 2, yəni Y variantını seçirik. 25. Suyun, spirtin və şüşənin mütləq sındırma misalları verilmişdir. Deməli 1,33, 1,36, 1,16 maddələrdən hansının tam daxili qayıtma limit bucağı ən kiçikdir? Sinus alfa 0 bərabərdir n-də 1. Bucaqla sındırma misalı tərs asılıdır. Deməli, limit bucağının ən kiçik olması üçün sındırma əmsalı ən böyük olmalıdır. Sındırma əmsalı ən böyük olan mühit isə burada 1,6-dır. Uyğun olaraq 1,6-da nə olacaq? Üçüncü şüşə. Cavab olacaq C. 27. İşıq şüası havadan şüşəyə keçir. Şüşə daxilində şüanın yolunu göstərin. C-yə 2 mühiti ayıran sərhəddə çəkilmiş mühitin sərhədinə çəkilmiş perpendikulyardır. İşıq şüası düşür havadan şüşəyə. Biz demişik ki, ən kiçik sındırma əmsalına malik olan mühit havadır. N hava kiçikdir N şüşə.
Kiçikdən böyüyə keçərkən biz dedik perpendikulyara doğru meyl edir. Yəni əslində normalda belə davam etməli idi. Qırıq-qırıq xəttlə bu şəkildə olmalı idi şüşası, amma sınandan sonra perpendikulyara doğru meyl edir. Ona görə də doğru cavab olacaq 4. 4 də A-dadır. 29. 29. Şəkildə sındırma əmsalları n1, n2 eniş olan 3 mühitdə şüaların yolu göstərilmişdir. Sındırma əmsalları arasında hansı münasibət doğrudur? Burada bir şey diqqət yetirin ki, birinci mühitdə düşmə bucağı alfa, üçüncü mühitdə də yenə havadır. Yəni havada sınma bucağı yenə də alfadır. Yəni bu bucaqlar bərabərdirsə deyə bilərsiniz ki, n1 n3-ə bərabərdir. Yəni bunlar variantlar çıxacaq. İndi gəlin baxaq. İşıq şüası burada sınandan sonra perpendikulyara doğru meyl edib, yoxsa perpendikulyardan uzaqlaşıb, onu müəyyənləşdirmək lazımdır. Bunun üçün baxırıq burada. Həm bucağın böyüyüb kiçilməsinə də baxa bilərik. Fikir verin, baxın, əslində belə olmalı idi. Bu şüa uzaqlaşıb. Yəni, perpendikulyardan uzaqlaşırsa, böyüdən böyük kiçiyə keçib. Ona görə də n1 n3-ə bərabərdir və böyükdür n2-dən. Bunu başqa yolla necə müəyyənləşdirə bilərsiniz? Demək, bucaq əgər böyüyürsə, n kiçilir. Belə yadda saxlaya bilərsiniz. Yəni, asan olsun deyə, əslində elə bir qayda yoxdur. Bir də əlavə onu qeyd edim ki, n də v ilə tərs asılıdır. N də v ilə tərs asılıdır. Onda sürətləri sizdən soruşarsa əgər, demək, bucaqla n-i tərs götürün, amma v ilə bucağı düz götürün. Məsəl üçün, soruşsa ki, birinci mühitin sürəti çoxdur, ikinci mühitin, harada bucaq böyüsü sürəti orada böyük götürə bilərsiniz. Gəldik 31-ə. 31-də deyir ki, işıq şüası havadan mütləq sındırma əmsalı n olan mühitə keçir. Düşən və qayıdan şüalar arasında bucağı 120 dərəcədir. Sınma bucağı sinusunu soruşur. Gəlin şəkil üçün yer ayıraq. İşıq şüası havadan mütləq sındırma əmsalı n olan mühitə keçir. Düşən və qayıdan şüalar arasındakı bucağı 120 dərəcə olarsa, sınma bucağının sinusu nəyə bərabərdir? Ola bilər, sualı bir dəfə oxumuşam. Bəzən videonu dayandırıb sonra çəkirəm ona görə. Deməli, baxırıq nəyə? Birinci növbədə şəkil çəkək. İşıq şüası havadan mütləq sındırma əmsalı n olan birinci mühitimiz havadır. Sındırma əmsalı n olan mühitə keçir. Düşən və qayıdan şüalar arasındakı bucaq. Bu düşən şüa, bu da qayıdan şüa. Bunlar arasında bucağı 120 dərəcədir. Onda düşmə bucağını götürə bilərik 60 dərəcə. Sınma bucağı sinusu soruşulur. Sinus beta bərabərdir sual. Sınma qanunu yazırıq. Sinus alfa böl sinus beta bərabərdir n2 1. Yəni n2 böl n1. Sinus alfa 60 dərəcədir. Sinus 60 dərəcə böl sinus beta bərabərdir n2. İkinci mühitimiz dedik ki n-dir. Birinci mühitimiz havadır. Havada da sındırma əmsalını 1 götürürük. Qoyuruq yerinə qiymətləri. Sinus 60 dərəcədə kökdə 3 böl 2. Sinus beta bərabərdir n-ə. Buradan sinus betanı tapırıq. Sinus beta bərabərdir. Kökdə 3 bölünsün 2 n-ə. Bir dəqiqə baxaq. 2n düşür məxrəcə. Bəli, kökdə 3 böl 2n. Variant olacaq. Kökdə 3 böl 2n y bəndi. Gəldik 33-ə. İşığın t müddətində keçdiyi d qalınlıqlı lövhənin mütləq sındırma əmsalı hansı failə təyin olunur? Mütləq sındırma əmsalının düstur s bölünsün v-dir. V-nin əvəzinə isə d böl t qoyuruq. Adi sürət düstur. S böl t yox. İndi bu dəfə d böl t deyəsiniz. D böl t qoyuruq. T qalxır yuxarı. S t bölünsün d. Yəni variant da d olacaq. 35. Demək 35-də qaydadır. Özünüz oxuyub qaydanı yazırsınız. 37-ci suala baxıram. Sındırma əmsalı n1 fərqlidir n2 olan iki mühitin d1 və d2 lay qalınlıqları nisbəti nəyə bərabərdir? Lay qalınlıqları nisbəti nəyə bərabərdir? Olmalıdır ki, onlardan keçmə müddətləri eyni olsun. T sabit götürsək, düşmə bucağı 0 dərəcədir. Yəni şəkli belə təsəvvür edək də. Düşmə bucağı 0 dərəcə odur ki, normalla düşən şüa arasında qalan bucaq deməli eynidir. Bunda sınma bucağı da sinus alfa 0 böl, belə bir şey yazaq. Sinus alfa 0 böl sinus beta, yəni 0, sinus alfa yazaq. n2 böl n1. Demək, sinus alfa 0 dərəcədirsə, bu ifadə 0-a gedəcək. Burada deməli nə edirik? Keçmə müddəti eynidir. Deməli, düstura müraciət edirik. N bərabərdir st bölünsün deyə bayaq aldığımız 33-cü o testdə aldığımız ifadədir. Burada demək
sabit nədir? Müddət eynidir. T-ni sabit götürsək, C də sabitdir. N ilə D tərs asılıdır. Onda belə bir ifadə alarıq. D1-in D2-yə, N2-nin N1-ə. Yəni D variantı. 39-cu sual. Lay qalınlığı D1 fərqli D2 olan iki müxtəlif mühitdə işığın yayılma müddətləri T1 fərqli T2-dir. Bu müddətlərin işığın sındırma əmsallarının nisbəti nəyə bərabərdir? Daha doğrusu mühitlərin. Bu mühitlərin işığı sındırma əmsallarının nisbəti nəyə bərabərdir? Deyirik ki, yenə də deyir ki, düşmə bucağı 0 dərəcədir. Yəni, düşdüyü bucaqda da qayıdacaq. Qayıtma bucağı da onda 0 dərəcəyə bərabər olacaq. Demək, baxırıq yenə də n bərabərdir CT bölü D üsuluna müraciət edirik. Burada C sabitdir, D fərqlidir, amma T də fərqlidir. Onda biz burada nəyə müraciət edirik? İşığın sındırma əmsalı nəyə bərabərdir? Demək ki, onda N1-in N2-yə nisbəti bərabər olacaq. T ilə düz asılıdır, burada C sabitdir. T ilə düz asılı olduğuna görə T1-in T2-yə deyirsiniz. Ancaq D ilə tərs asılı vurulsun D2-nin D1-ə. Variant olacaq D2 bölü D1, T1 bölü T2, B bəndi. Birinci sual. İşıq şüası sındırma əmsalı 60 dərəcə olan prizmanın yan üzərinə perpendikulyar istiqamətdə düşür. Sınan şüanın prizmanın o biri üzü boyunca havaya çıxır. Prizma maddəsinin sındırma əmsalını hesablayın. Sinus 60 dərəcədə isə 43 bölü 2-dir. Demək, burada şəkil çəkirik. Yəni, perpendikulyar çəkmə mütləqdir. İşıq şüasının buradakı sındırma bucağıdır bu. Biz birinci düşmə bucağını təyin edirik. Bura 90 dərəcədirsə, onda bura 30 dərəcə düşəcək. Düşən şüa ilə perpendikulyar arasında qalan bucağı biz düşmə bucağı demişdik. Onda düşmə bucağı 30 yox, 60 dərəcə olacaq. Amma sınma bucağına fikir verin. Perpendikulyarla şüa arasındakı bucaq 90 dərəcədir. Yəni, sınma bucağı 90 dərəcədir. Və biz qaydanı yazırıq. Sinus alfa bölünsün sinus beta bərabərdir N2 bölü N1. N2 1 yazaq buna. Yaxud elə birbaşa N2 bölü N1 yazaq. Birinci mühitin sındırma əmsalını N qəbul edək, prizma maddəsini. Havanın sındırma əmsalını isə 1 qəbul edək. Yəni, kənara çıxdığı isə şüanın yayıldığı bu mühit havadır. İndi gəlin yazaq. Sinus, düşmə bucağını bilirik. Sinus neçədir? 60 dərəcə. Bölünsün. Sınma bucağı 90 dərəcədir. Sinus 90 dərəcə bərabərdir N2. İkinci mühitimiz 1 bölü N. Sinus 60 dərəcədə nə alır? Kökdə 3 bölü 2. Sinus 90 dərəcədə 1 alır. Bərabərdir N də 1. N də buradan təyin etsək, N də tapanda olacaq 2 bölünsün kökdə 3-ə. N-i təyin eləsək bu şəkildə olar. C variantı. 43-ə baxaq. 3 mühitdə şüaların yolları göstərilmişdir. Mühitlərin sındırma əmsalları N1, N2, N3 arasında hansı münasibət doğrudur? Biz dedik ki, işıq şüası sındırma əmsalı kiçik olan mühitdən böyük olan mühitə keçərkən perpendikulyara yaxınlaşır, böyükdən kiçiyə keçəndə uzaqlaşır. Fikir versəz, əgər birinci mühitdən ikinci mühitə keçəndə işıq şüası əslində bu şəkildə getməli idi, sınmasaydı. Amma görürsünüz, perpendikulyardan uzaqlaşıb. Deməli, N1 N2-dən böyükdür. 2-dən də 3-ə keçəndə yenə də perpendikulyardan uzaqlaşıb. O da böyükdür N3. Və yaxud da ki, bucaq böyüdükcə N kiçilir. Belə yadda saxlaya bilərik. Yəni, bu bucağa baxın, sonra bu bucaq get-gedə bucaq böyür. Onda N neyəcək? Kiçiləcək. Ona görə variant A olacaq. 43A. 45-də bayaqlarım əslində buna demişdim. Gəlin 45-ə baxaq. 45-də də dedik ki, bucağa görə bucağı D ilə düz götürək. Yəni, N ilə tərs olduğuna görə belə qəbul edək şərt olaraq. Deməli, birinci bucaq budur, ikinci bucaq budur, üçüncü bucaq budur. Get-gedə bucağımız böyüdü. Bucaq böyürsə, V də böyüyəcək. Deməli, 3 böyüdür 2-dən, 2 də böyüdür 1-dən. 45 D olacaq. Daha doğrusu, bir dəqiqə diqqətli olaq. Bir dəqiqə. V3 böyükdür. Bir dəqiqə. Bucaq böyük olan, ən böyük bucaq bundadır. Alfa 3 ən böyükdür. Sonra deməli 1 böyükdür. Sonra 2. Hə, düzdür də elə D bəndi olacaq. Şəkilə bir də diqqətlə baxın. Görəsiniz oradakı bucaq. Həm də ki, baxın, bu perpendikulyara yaxınlaşıb. Yaxınlaşdı, bucaq kiçilib.
2'yə keçəndə kiçilib. Ona görə 2 ən kiçikdir. Sonra 47. Deyir, birinci mühitin A nöqtəsindən gələn işıq şüası, birinci mühitin A nöqtəsindən gələn işıq şüası ikinci mühitin daxilində göstərilən yollardan hansının keçərək üçüncü mühit daxilindəki B nöqtəsindən keçər. Mühitin mütləq sındırma əmsalları verilib. N1 N3-ə bərabərdir. Birinci ilə üçüncü mühit bərabərdir və 2-dən fərqlidir. İşıq şüası görürsünüz, hansı bucağı havadan havaya keçir. Havadan havaya hansı bucağı altına düşəcəksə, həmin bucağı altına da deməli havadan çıxacaq, havaya çıxacaq. Demək, baxırıq ki, bu bucaq altında gəldi. B nöqtəsindən. B nöqtəsindən də düşmə bucağına bərabər xətt çəkirik. Diagonal boyunca gəlibsə, diagonal boyunca gedəcək 3 olacaq. Y bəndi. Yəni, bura düşməyə bucağına fikir versəz, bu qədərdir. Yəni, diagonalı kəsib, belə deyək də 45 dərəcədir. Və buradan da həmin bucaq altında deməli, havaya çıxacaq. 47 Y bəndi. 49. Deyir ki, mütləq sındırma əmsalı, dəqiqə, buranı görmürəm. Mütləq sındırma əmsalı 1/5 olan mühitdə mütləq sındırma əmsalı N1 bərabər 1/3, N2 bərabər 1/6 olan mühitlərə monoxromatik işıq şüaları keçir. Monoxromatik şüalar, yəni eyni rəngli, mono, tək, xromos rəng deməkdir. İşıq şüaları keçir. Eyler-Venn diaqramında uyğun vəhdləri müəyyən edin. Düşmə bucağı alfa fərqlidir 0-dan. Mühitdəki tezlik dəyişmir. Bəli, işıq şüası bir mühitdən digərinə keçərkən tezliyi və periodu dəyişmir. Ona görə də 1 hər ikisinə aiddir. 3, yəni hər iki mühitə aiddir. Ona görə də deməli seçirik, biri ortaya, bir ortaya gedəcək. Bir ortaya gedən onsuz da bir dənə variantımız var, amma digərlərini gəlin yoxlayaq. İkinciyə baxaq ki, mühitin dalğa uzunluğu artır. N bərabərdir C böl V, lambda 0 böl lambda. N ilə lambda mühitdəki dalğa uzunluğu tərs asılıdır. Tərs asılıq nə deməkdir? İşıq sındırma əmsalı 1/5 olan mühitdən 1/3-ə keçib. Deməli 1/10 N azalıb. N azalırsa lambda artır. Deməli dalğa uzunluğu artır, aiddir 2-yə. 1/5-dən 1/6-ya keçəndə isə N artır. N artırsa, bu N-dir. N artırsa lambda azalmalıdır. Dalğa uzunluğu azalır, 3 gedəcək 2-yə. Düşmə bucağı sınma bucağından böyükdür. Biz demişik ki, düşmə bucağı sınma bucağından böyükdür. Gəlin, baxaq ona da. Düşmə bucağı budur. Sınma bucağından böyükdür. O deməkdir ki, perpendikulərə yaxınlaşır. Onda belə çıxır ki, bizdə nə vaxt demişik ki, perpendikulərə yaxınlaşır? N1 N2-dən kiçik olanda. N1 N2-dən kiçik olan variant hansıdır? Elə 2 aiddir. Ona görə də həqiqətən də doğru gələcək B variantı. 51-ci sual. Müstəqil güzgüdə cismin xəyalı qaydadır. Xəyal həqiqidir, səhvdir. Xəyal düzü nədir? Düzdür. Xəyaldan güzgüyə qədər məsafə cisimdən güzgüyə qədər məsafədən kiçikdir, səhvdir. Xəyal cismin özü boydadır, doğrudur. Cisim güzgüdən hansı sürətlə uzaqlaşırsa, xəyal güzgüyə həmin sürətlə yaxınlaşır, doğrudur. Deməli, doğru cavablarımızı seçirik. Bu 50-yə baxdım mən, 51-ə, 51-də 2 və 2, 4, bir də 5-ə bir də baxaq. Cisim güzgüdən hansı sürətlə uzaqlaşırsa, xəyal həmin sürətlə, yox, uzaqlaşırsa uzaqlaşacaq. Burada diqqət elədik. 5 yox, 2 və 4. 53. 53-ə baxaq. Top dir güzgüyə perpendikulyar istiqamət 3 metr saniyə sürətlə hərəkət edir. Topla bağlı sistemdə topun xəyalının sürəti. Biz bayaq buna aid işləmişdik. Burada olacaq 6. Birbaşa ilə cavabı yazdıram. Topun xəyalının nəzərən sürəti 6. Şəkil də çəkmişdik. Hətta yaxınlaşır, bu da yaxınlaşır. Əks istiqamətdə 3 toplanır və 6 olur.